Salam değerli izləyicilər, 2 dekabr 2025-ci il bu şəxslər 16 manatı ödəməyəcək. Sığorta pulundan gedir söhbət. Maliyyə Naziri Sahil Babayevin açıqlamasını diqqətinizə çatdırıram. Videonu bəyənib, burada üstəgəl işarəsinə bir dəfə toxuna bilərik. Dəyərli izləyicilər, Sahil Babayev bildirir ki, dövlət tərəfindən icbari sığorta haqqı qarşılanan şəxslərin sayını biz yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Biz göstəririk ki, bəlli kateqoriya insanların hamısı, uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. İlk dəfə olaraq qanunda göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq. Növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait də qoyulub. Və nazir həmçinin qeyd edib ki, təqribən 2 milyon şəxs muzlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işə götürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni, minimum əhalinin 95%-i sığorta ilə bağlı tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər, yəni günəmuz işləyirsiniz, vergi vermirsiniz. Bax, həmin şəxslərə deməli 16 manat belə deyək tətbiq ediləcək. Yəni onlara bu güzəşt nəzərdə tutulmur.